dostlar, bu videoda mən sizlərə Windows Serverdə Active Directory rulunun quraşdırılmasını göstərəcəm. Deməli, ilk öncə Active Directory nədir? Active Directory istifadəçiləri müəyyən bir ad, yəni qrup adı altında idarə etmək üçün istifadə olunan bir ruldur, yəni servisdir. Düzdür, bunu daha ətraflı izah etmək olar, lakin biz bu videoda sadəcə nəzəriyyə tərəfini deyil, yəni praktika tərəfini keçəcəyik, yəni quraşdırılmasını göstərəcəm. İndi isə açaq virtual maşınımızı, yəni Windows serverimizi. Hal-hazırda məndə aktiv olan hər bir şeyi bağlayıram. Problem yaratmasın. Çünki fiziki parametrləri aşağı olduğu üçün bir balaca server daha ağır işləyə bilir. Və hal-hazırda məndə, yəni fərqli bir şəbəkədə olduğuma görə və keçən videoda şəbəkə ayarlarımı statik yazdığıma görə hal-hazırda internet mövcud deyil. Mən parametrləri düzəldəcəm. Sadəcə serverin düzəlməyini gözləyirəm. Və budur. DNS hissəsində dəyişiklik etməyəcəm. Sadəcə IP hissəsini statikdən dəyişərək avtomatikə qoyacam. Lakin siz bunu təbii ki, real mühitdə istifadə edəcəksinizsə, serverin IP-si statik qalmalıdır, xüsusən də Active Directory. Və budur, artıq şəbəkə düzəldi, internet mövcuddur. Bəs yaxşı, biz Active Directory rulunu hardan yükləyəcəyik? Bunun üçün serverdən bir balaca özünə gəlsin, serverim daha ağır işləyir. Manage hissəsindən gələrək Add Rule and Features hissəsinə daxil oluruq. Hal-hazırda tam olaraq serverin özünə gəlməyib. Əslində parametri yaxşı bölmüşdüm, amma yeri 108. Mən serverə RDP ilə qoşulmayan yaxşısı. Administrator və parolumu qeyd edirəm. Hər dəfə lisenziyadan bağlı xəbərdarlıq verməsin deyə o seçimi seçirəm. Sonra resetə. Close. Şahınız. Burada daha yaxşı işləyir. İndi isə açılan pəncərədə next edirəm. Burada xüsusi bir dəyişiklik etməyəcəm. Birinci seçili qalır. Next edirəm. Hər hansı, yəni burada əgər mənim bir neçə serverim varsa, o zaman bu siyahıda mənim bir neçə serverim çıxacaq. Lakin məndə hal-hazırda bir server olduğuna görə, yəni hal-hazırda mənim serverimi göstərir. Düzdür, IP-də nəsə səhv göstərir, amma dəyişilməyinə dəyişilib bu hissədən. Düzdür, IP-ni dəyişilib. Və serverim seçili olur. Əgər burada siyahıda bir neçə serveri var idisə, hansı server mənə lazımdırsa, onun üzərini seçərək next edirəm. Bunu növbəti videolarda mən sizə göstərəcəm. Next edirəm. Və açılan pəncərələrə mən hansı rulu yükləmək istəyirəmsə, onu seçirəm. Yəni burada bir neçə rullar var və biz onları növbəti videolarda, yəni eləyəcəyik. Hamısını bir-bir yoxlayacağıq. Laboratoriya şəraitində təbii ki. Active Directory Domain Services rulunu seçirəm. Gördüyünüz kimi. Sonra Add Features edirəm. Və budur. Artıq Next edib növbəti pəncərəyə keçirəm. Açılan pəncərədən əlavə olaraq rullar, yəni featurelar əlavə edə bilərəm. Lakin məndə, yəni hal-hazırda hər hansı xüsusi əlavə bir feature ehtiyac yoxdur. Yəni default featurelar kifayət edir. Əgər praktikada sizə ehtiyac olsa, bu hissədən əlavə edə bilərsiniz. Next edirəm. Və serverə restart lazımdırsa, yüklənmə bitdikdən sonra, yəni restart etməsi üçün bu seçimi seçirəm və install edirəm. Və artıq Active Directory Domain Services rulunun yüklənməsi başlayır. Mən videonu burada saxlayacağam. Yüklənmə bitdikdən sonra videonu davam etdirəcəm. Və artıq yüklənmə bitdi. Close edirik. Sonra isə yuxarı pəncərədə gördüyünüz kimi bir nida işarəsi gələcək. Həmin nidaya uraraq domain kontrollərinə bağlı artıq konfiqurasiyaları etməyə başlayırıq.
Açılan pəncərədən biz add new forest edirik. Düzdür, bu yuxarıdakı seçimlərin də hər birinin öz mənası var, yəni öz məqsədi var. Lakin bunu mən sizə növbəti videolarda göstərəcəm. İndi bu videomuz üçün, yəni add new forest edirik və bura yaratmaq istədiyimiz domenin adını qeyd edirik. Mən itlabs.local olaraq yazıram və next edirəm. Siz təbii ki, bunu istəyinizə uyğun olaraq qeyd edərsiniz. Düzdür. Daha çox nöqtə az falan belə istifadə olunması daha az olur. Çünki əgər həqiqətən də o cür bir veb-sayt, yəni domen adresi varsa, yəni qarışıq olmasın deyə nöqtə lokal olaraq, yəni domen kontroller daha çox nöqtə lokal olaraq qurulur. Təbii ki, bu sizdən asılıdır. Funksional level, yəni ən sonuncu level olaraq qalsın. Hal-hazırda ən son Windows Server 2016-dır. Bu hissədə heç bir dəyişiklik etmirik və restore mod üçün xüsusi bir parol təyin edirik. Mən sadə bir parol yazıram. Siz təbii ki, bunu daha mürəkkəb bir parol yazmalısınız, əgər real bir mühitdə istifadə edirsinizsə. Bu, düzdür, bizim administratorun parolu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə Active Directory-də bəzən restore moda qayıtmağa ehtiyac olur. Yəni, onunla bağlı bizdən parol soruşacaq. Həmin parolu burada qeyd edirik biz. Next. Bu hissədə heç bir dəyişiklik etmirəm və next edirəm. Artıq burada mən domenimin adını görməliyəm, əgər heç bir problem yoxdursa. Və budur. IT Labs domenin adını görürəm. Next edirəm. Bu hissədə dəyişiklik etmirəm, yəni default olaraq saxlayıram. İnanmıram sizə də ehtiyac olsun dəyişiklik etməyə. Hər bir şey hazırdır və next edirəm. Və budur. Artıq mən Active Directory-da, yəni domen kontrollerimi tam olaraq quraşdıra bilərəm. Heç bir problem yoxdur. İnstall edirəm. Və budur. Yüklənmə biraz çəkəcək. Mən ona görə videonu burada saxlayıram və yüklənmə bitdikdən sonra videoya davam etdirəcəm. Və yüklənmə bitdikdən sonra artıq biz serverdə Ctrl-Alt Delete etsək, administrator userinin qarşısında artıq domenimizin adını görəcəyik. Məndə hal-hazırda IT Labs yazır və sol tərəfdə as a user, yəni başqa bir user. Əgər serverdə başqa bir userimiz varsa, onunla da, yəni istifadəçi userimizi və parolumuzu yazsaq daxil ola bilərik. İndi isə mən administrator userinin parolunu qeyd edirəm. Və artıq userim açılır. Və budur. Artıq serverimiz açılır tam olaraq. Və indi biz server açıldıqdan sonra server menecərə girdikdə, yəni bayaqkından daha fərqli, yəni seçimlərin gəldiyini görəcəyik. Active Directory ilə olan bağlı seçimlərin gəldiyini görəcəyik. Mən də onları sizə göstərəcəm. Sadəcə bir balaca serverin ağır işləyir, ona görə problem yaranır. Və budur. Hal-hazırda artıq server menecər açıldı və biz Tools bölməsindən gəlib baxsaq, artıq Active Directory ilə bağlı seçimlərin gəldiyini görəcəyik. Düzdür, bu hissədə əsasən istifadə edəcəyimiz Active Directory Users and Computer bölməsidir.
Üzerine klikləsək, yeni bir pəncərə açılacaq və həm də dashboard hissəsində gördüyünüz kimi Active Directory domen sistemi ilə bağlı olan, DNS ilə bağlı olan və File and Storage servisi burada artıq görsənir. Və gördüyünüz kimi Active Directory Users and Computer bölməsi açıldı. Hal-hazırda mən bu hissədə öz domenimi görürəm. Sizdə də təbii ki, ad nə olaraq təyin etmisinizsə, onu burada görəcəksiniz. Və burada sizin domenlə üzv olmuş kompüterlərin siyahısı və domendə hal-hazırda mövcud olan userlərin siyahısını buradan görə bilərsiniz. Düzdür, təbii ki, biz bunu hər hansı bir yeni user yaradanda həmin useri, users bölməsində yaratmırıq. Daha doğrusu organization unitində yaratmırıq. Yeni bir organization unit yaradırıq. Bunun üçün itlabs.local üzərində sağ düymə klikləyirik və new edirik. Yeni organization unit yaradırıq. Bəs burada yaxşı biz hansı adı təyin etməliyik? Məsələn, sizdə bir ofissə, bu təbii ki, istəkdən asılı olan bir şeydir, amma mən daha görsənsin deyə deyirəm. O user yaratsaz, bir ofisdə bütün userlərinizi bir siyahıda yığıb saxlaya bilərsiniz. Çünki bu users bölməsində olan default userlərlə falan qarşılığınız olmasın deyə. Yox, əgər sizdə bir neçə filiallar varsa, məsəl üçün də baş ofis var və digər məsəl üçün 28 filialı var, Gənclik filialı var və yaxud da hər hansısa bir rayon filiallarınız mövcuddur. Onun adına uyğun olaraq siz yarada bilərsiniz. Mən baş ofisi yaradıram və OK edirəm. Və budur. Artıq mənim baş ofis, organization unitim hazırdır. Və boşluqda sağ düymə vursam, artıq bu hissədə yeni bir kompüter, yeni bir qrup, user və s. yarada bilərəm. Mən users seçimini seçirəm və yeni bir user yaradacam. First name, userimizə bir ad təyin etməliyik. Məsəl üçün test olsun. Last name soyadını yazırıq. Təbii ki, mən də boş saxlayıram. Və bu hissədə userin adını qeyd edirik. User necə yazılsın? Deyək ki, məsəl üçün qarşılıq olmasın deyə IT adıdır, labs soyadıdır. Mən çox vaxt adını yazıb, sonra soyadının baş hərfini yazıram. Siz təbii ki, user adını istəyinizə uyğun olaraq yaza bilərsiniz və bu hissədə gördüyünüz kimi itlabs.test, test userinin olduğunu görəcək. Next edirəm. Bu seçimlər bizə nə üçün lazımdır? Deməli, biz Active Directory-da bir user yaratdıq və həmin useri, istifadəçi adı və parolunu verdi. Əməkdaş as a users bölməsinə gəldi və öz istifadəçi adı parolunu qeyd etdi. Ondan sonra bizim burada qoyduğumuz parolu, təyin etdiyimiz parolu sadəcə bir dəfəlik giriş üçün istifadə edir. Artıq pəncərə açıldıqda ondan soruşur ki, daha doğrusu ondan tələb edir ki, yeni parol təyin etsin. Yox, əgər biz buradan bu seçimi götürsək, onda yalnız bizim təyin etdiyimiz parola daxil olub, istəsə dəyişə bilər, istəməsə də bu paroldan istifadə edə bilər. Yox, əgər biz burada user cannot change password seçsək, user heç o parolunu dəyişə bilməz. Ancaq bizim təyin etdiyimiz parolla qalır. Yox, əgər bunu seçsək, password never expires, bu bizə o haqqı verir ki, belə deyək, Windows'da default olaraq bir neçə müddətdən sonra parolu dəyişdirməyi tələb edir. Bu təhlükəsizlik üçün olan bir şeydir. Əgər biz burada bu seçimi seçsək, o parolun müddəti dolmaq söhbəti aradan götürülür. Yox, əgər account is disable etsək, user yaradılır, lakin disable olaraq qalır. Nə vaxt biz aktivləşdirsək, onda da həmin user istifadə oluna bilir. Mən hal-hazırda parolun müddəti dolmasını seçirəm və next edirəm və finish. Və budur, artıq mənim yeni bir userim yarandı. Gəlin, eyni qaydada başqa bir user yaradaq. User first name user 01 user 01 olaraq təyin edirəm. Next edirəm. Passport təyin edirəm.
Burada isə sizə nə olacağını göstərmək üçün bu seçimi saxlayıram. Yəni password ilə keçsin, lakin next, yəni ilk belə deyim, həmin userə daxil olanda bu paroldan istifadə edir. Lakin Windows ondan artıq parolu dəyişməyini tələb edəcək. Mən bunu sizə hər hansı bir kompüteri növbəti videoda domenə saldıqda mən iki hadisənin ikisini də sizə göstərəcəm ki, yəni necə olacaq. Next edirəm və finish edirəm və budur. Məlumatdır. Test və user birim hazır. Yeni bir organization unit yaratmaq istəsək, dediyim kimi iCloud domenimizin adının üzərində sağ düymə klikləyərək new edirik və bu hissədə biz organization unit'i seçirik. Deyək ki, bizim 2800 ofisimiz var. Adını qeyd edirəm. Və yaxud da başqa bir ofisimiz var. Təbii ki, bunları yaradıram, sonra istifadə edəcəm və sizə də nə üçün olduqlarını göstərəcəm. Nərimanov ofisimiz var və bu qaydada yəni bir neçə ofisimiz ola bilər. Deməli, bu videoda biz Windows server üzərində Active Directory-nin qurulması, Active Directory-da yeni bir userin yaradılması və yeni bir organization unitlərin yaradılmasını göstərdim. Oldu dostlar, sağ olun, növbəti videolarda görüşənə qədər.